həyat mənbəyidir, amma bugün o həm də məhdud resursdur. İqlim dəyişiklikləri, artan əhali fonunda dünyada su ehtiyatları getdikcə azalır. Bugün ölkəmizdə ciddi su qıtlığı yaşanmır, amma Azərbaycanın su ehtiyatları məhduddur. Bu ehtiyatların 70%-i ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır. Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə hazırda ölkənin su anbarlarında 16-17 milyard kubmetr su ehtiyatı var. İllik istehlak isə 11-12 milyard kubmetrdir. Rəqəmlər ehtiyatın olduğunu göstərsə də su qıtlığı ilə bağlı vəziyyət aktuallığını qoruyur. Ölkə daxilində də artıq son illər əhalinin artması, bundan başqa iqtisadiyyatın güclənməsi və suya olan tələbatın artması ilə əlaqədar mövcud su ehtiyatları artıq artan tələbatı ödəməkdə çətinlik çəkir. Bir tərəfdən su qıtlığı barədə xəbərdarlıqlar, digər tərəfdə isə küçələrə axan tonlarla su. Ekspertlər problemin əsas səbəblərindən birinin köhnəlmiş infrastruktur olduğunu bildirirlər. Xüsusilə Bakı və digər böyük yaşayış məntəqələrində magistral su boruları tez-tez partlayır. Nəticədə təmiz su itkiyə gedir, ehtiyatlar azalır, su qıtlığı daha da dərinləşir. Pulla alırıq. Burada mağazin vardı, oradan alıb aparırıq. Evlərdə 1 qram su yoxdur. Mən 76 yaşında kişi basıq əlimdə düşmüşəm su maşının dalınca. Digər mühüm məsələ içməli suyun texniki məqsədlər üçün istifadəsidir. Avtomobil yuma məntəqələrinin əksəriyyəti içməli sudan istifadə edir. Halbuki bir çox ölkələrdə bu obyektlərin texniki və ya dövrəli tənzimləmə sistemləri ilə işləməsi zəruridir. Dünyada milyonlarla insan şirin su ehtiyatından əziyyət çəkir. Lakin buna baxmayaraq bəzi hallarda suyu asanlıqla israf eləyirik. Bu isə ciddi bir problemdir və hər birimizin su israfını azaltmaq üçün bir məsuliyyəti var. Hal-hazırda içməli sudan istifadə edirik. Yəni bu dəqiqə olan hal-hazırda istifadəmiz ondandır. Başqa bir su yoxdur ki, biz ondan istifadə edirik. Texniki suyun bir şeyə xeyri var ki, içməli sudan az istifadə onlarda. Əvvəlki sudan, yəni içməli sudan qiymət verib aşağı olsa daha yaxşı olar. Mütəxəssislər hesab edir ki, alternativ mənbələrə keçid vacibdir. Çox təəssüf ki, əhali üçün içməli təmiz suyu təchiz edən qurumlar bu avtomobil yuma məntəqələri də oradan götürür suyu. Amma gələcəkdə, məsələn, inkişaf etmiş ölkələrdə olduğu kimi burada da daha çox texniki suyun istifadəsinə keçmək olar. Yaşıllaşdırma sahələrində də səmərəli suvarma sisteminin tətbiqi vacibdir. Damcılı suvarma, gecə suvarması və tənzimlənmiş texniki sudan istifadə itkilərin qarşısını ala bilər. Dünya Bankının hesabatına görə hər il dünyada 324 milyard kubmetr şirin su itirilir. Bu həcm 280 milyon insanın illik tələbatını ödəyə bilər. Azərbaycanda isə içməli su sayəsində itkilər 40-45%-ə çatır. Bu barədə Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair dövlət proqramına həsr olunan müşavirədə bildirib. Dövlət başçısı qeyd edib ki, buna görə də əsas məsələlərdən biri su itkilərini azaltmaqdır. Bugün problemlərdən biri həm də itkilərlə bağlıdır. Əgər itkilər aşağı səviyyədə olsaydı, mövcud olan hətta su ehtiyatı bizə bugün kifayət edərdi. Halbuki biz baxmalıyıq ki, gələcəyə də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, tələbat da təbii ki artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bugün bu sahədə itkilər hardasa 40-45%'dir və qeyd etdiyim kimi proqramın icrası nəticəsində bu kəskin düşməlidir. 2026-2035-ci illər üzrə dövlət proqramı su ehtiyatlarını artırmaq, itkiləri azaltmaq, su təminatını ciddi şəkildə yaxşılaşdırmağı hədəfləyir. İqtisadçılar hesab edir ki, su itkilərinin azaldılması iqtisadi və ekoloji baxımdan strateji məsələdir. İnfrastrukturun daha da inkişaf etdirilməsi, digər tərəfdən
xüsusən də itkilərin, o cümlədən bu istiqamətdə nəzarətin gücləndirilməsinə ehtiyac var ki, su ehtiyatlarının daha səmərəli istifadə mümkün olsun. Eləcə də su ehtiyatlarının ədalətli bölgüsü və bölgələrdə fermerlərin suya çıxış imkanlarının ədalətli şəkildə formalaşdırılması və bu istiqamətdə işlərin genişləndirilməsi də vacibdir ki, meliorasiya suyu və eyni zamanda xüsusən də aqrar sektorda suya olan tələbin daha səmərəli şəkildə ödənilməsinə nail olmaq mümkün olsun. Bugün sadə vərdişlər, kranı açıq qoymamaq, sızmaları vaxtında aradan qaldırmaq, həyət və bağ sahələrində içməli suda minimum istifadə etmək böyük fərq yarada bilər. Su təkcə bugünün yox, sabahın da ehtiyatıdır.